Ey gənc qardaşım, narkotik istifadə edən gənc qardaşım, sənə sadə, amma dərindən düşündürəcək bir sual verəcəm. Dəyərmi? Təsəvvür et, bir kiçik oğlun var, yavaş-yavaş addım atmağa başlayır. Hər yerə yıxıla-yıxıla olsa da gedir. Sən də onu seyr edirsən. Sonra bir gün dil açır. Hələ də tam anlamasa da ata deyə səslənir. Gözünün önündə böyüyən o balanı təsəvvür et. Onun üzündəki günahsız təbəssümü, sənin əlinə sarılıb oyuncağını uzadan qız övladını düşün. İndi isə bir anlığa düşün. Sənin əlindən tutub ata, gəl oyun oynayaq deyən övladına yox, bir dəfə ilə heç nə olmaz, bütün dərdini unudacaqsan deyən bir xeyirsiz dostun sözünə qulaq asmağa dəyərmi? Səninlə birlikdə həyat quran ailənə deyil, səni uçuruma sürükləyən o yalancı kefə yönəlməyə dəyərmi? Dəyərmi bir dəfəlik bir zəhərə görə bütün bir ömrü qurban verməyə? Gəncliyini, sağlamlığını, azadlığını, insanlığını narkotikə tapşırmağa dəyərmi? Ey gənc qardaşım, bəlkə işsizsən, bəlkə borcun var, sıxıntıların çoxdur. Heç kimin anlamadığı dərdlərin içində boğulursan. Bəlkə də heç bir məqsəd öyrədilmədən həyatın ortasında başını qaldırıb birdən-birə dərin bir boşluqda tapırsan özünü. Amma unutma, bunların hamısı keçicidir. Həyat səni formalaşdırır. Bəzən sərt, bəzən ağıllı, amma səni yetişdirir. Amma sən o gənclik illərini, içində bitməkdə olan gənclik fidanını narkotiklə sulamağa başlasan, məhv edəcəksən hər şeyi. Ya bir bataqlığın dibində, ya zəhərli bir keyfin ən təhlükəli dozunda, ya da soyuq bir həbsxana divarı arxasında. Öz ömrünü öz əllərinlə yandıracaqsan. Mənim əziz qardaşım, uzaq dur bu bəladan. Sən nə qədər fərqində olmasan da, bugün minlərlə ana ya həbsxanaya yemək daşıyır, ya da məzara gül aparır. Yoxdur bu yolun sonu. İynə ilə, tabletlə, tüstü ilə özünə qəbir qazırsan. Qısa bir müddətlik saxta bir həzz üçün bir ömür özünə, ailənə, sevdiklərinə zülm yaşadırsan. Dəyərmi? Unutma, sən insansan, ən dəyərli, ən şərəfli varlıq. Heç vaxt gec deyil. Özünü bu bəladan qurtar. Qoru özünü, bədəninə, ruhuna, varlığına, etdiyin bu amansız, susqun xəyanətdən. Sənə yaxşıdır deyəcəklər. İstifadə etməyə bir üstünlük kimi, fərqlilik, əyləncə kimi təqdim edəcəklər. Bu da bir rahatlanma yoludur. Gülmək keyf məclisidir. Sən də bir dadına bax deyəcəklər. Amma əslində səni uçurumun kənarına aparırlar. Ey gənc qardaşım, bir dəfə ilə heç nə olmaz deyən neçə nəfər var ki, bugün cavan yaşında bədəni çürüyə-çürüyə, günü-gündən ölümdən betər hal içində yaşayır. Bunu sən də bilirsən, etmə. Heç bir səbəb sənə verilmiş ömrü o sağlam bədənini, o təmiz ruhu bir narkotik aludəçisinə çevirmək üçün bəhanə ola bilməz, olmamalıdır. Qurtar özünü. Səndən gəncliyinə, ailənə, anana, atana, gələcək övladlarına bir ümid var. Qaç bu bəladan, qaç Rəbbinə. Bütün varlığınla qəlbinin ən dərin yerindən bir tövbə et. Səni bir damcı sudan bu günə gətirən, sənə göz verən, əllər verən, ruh verən Allah'a hatırla. Bir əlini aç və yalvar. Təmizlənmək istəyirəm, yenidən yaşamaq istəyirəm, insan olmaq istəyirəm. Ey gənc qardaşım, Rəbbin səni heç vaxt məyus etməz. Sən yetər ki ona dön, qurtar özünü bu qaranlıqdan. Çünki ölüm sənə gəlmədən heç vaxt gec deyil.